Həmçinin mühüm məsələlərdən qardaşlar, başa düşmək lazımdır ki, müsəlman öz qardaşını sevməlidir, Allah üçün. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinin birində deyir ki, hətta and içirdir ki, "Vallahi la tədxulul cennə hatta tu'minu." Allah and olsun ki, cənnətə daxil olmayacaqsınız ta iman gətirənəcək. Sonra deyir ki, "Və la tu'minu hatta tahabbu." Və iman da gətirməyəcəksiniz ta bir-birinizi sevməyəcəksiniz. Bir-birinizi Allah üçün sevməsəniz, iman tam gətirmərsiniz. Ona görə də qardaşlar, o mühümdür, odur. Sən öz qardaşınla davrananda Allah üçün elə. Nəyin ki, ona xeyir əməl elə, ona kömək elə, həmçin dua elə olmuş. Bu da mühümdür. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində deyir ki, kim öz müsəlman qardaşı üçün o bilməyərək, zahiril qeyb, yəni o bilməyərək sən onun üçün dua eləsən, bir mələk gələcək və deyəcək ki, amin, həmin xeyir sənə deyilsin. Fikir ver, dua edirsən, Allah subhanət hala həmin o xeyri sənə qaytarır. Bir var ki, sən dua edirsən onun üçün. Onun üçün dua eləndə mələk sənin üçün dua edir. Hansı daha xeyirlidir? Ona görə qardaşlığı qorumaq üçün də əsas səbəblərdən nədir? Öz qardaşını dua eləmək. Çünki dua ən birinci, ən böyük ibadətdir. Əd-dua huvul ibadə. Peyğəmbər ki, dua ibadətin özüdür. Tövhiddir. Lakin dua eləndə ancaq özün üçün dua eləmə. Qardaşın üçün dua elə.